Mağazada satılan kitab sayı tam hissə modeli ilə göstərilmişdir. Hər gün neçə kitab satıldığını tapın. Birinci, ikinci və üçüncü günə uyğun satılan kitab sayıları verilib. Modeli həll etmək üçün əlbəttə ki, bu cəmdən 818-dən çıxırıq. İkinci gün və üçüncü gün, birinci günün nəzərən 110 kitab çox, 315 kitab çox satılmışdır. 110 və 315-in cəmini biz 818-dən çıxaq. Bərabərdir. 818 çıxılsın 425. Əlbəttə alt-alta yazıb çıxa bilərsiniz. Cavab olacaq 393. Deməli bu 3 kvadratımızın cəmi birlikdə 393 etməlidir. 393-ü də 3 yerə bölsək 131 alarıq. Deməli birinci gün satılıb 131 kitab. İkinci gün satılıb 131 üstə gəlinsin 110. Yəni 241 kitab. Üçüncü gün isə 131 üstə gəlir 315. Üstə gəlir 315. Bərabərdir 446 kitab. Doğru cavabımız